Salam dəyərli izləyicilər, bilirsinizmi, üzümüz daxili orqanlarımızın güzgüsüdür və üzümüzdə o qədər sağlamlıq nöqtələri vardır ki, bu sağlamlıq nöqtələri əsasında bütün orqanları görmək mümkündür və bütün orqanlarda olan sorun, sıxıntı, problemləri də təspit etmək mümkündür. Daha dəqiq desək, 40-dan yuxarı üzümüzdə sağlamlıq nöqtələri vardır. Alın fərqli, göz qaş fərqli, burun fərqli, dodaqlar, çənə və üzün özündə olan nöqtələr müxtəlif orqanlar haqqında bizə müxtəlif məlumatlar verir. Örnək üzərindən davam etsək, dodaqların özünün üzərində olan nöqtələr var və bundan əlavə olaraq dodaqların rəngi də eyni zamanda sağlamlığı haqqında bir çox məlumatlar verir. Yəni, dodağın rənginin dəyişməsi, ağ olması və yaxud da ağımtıl olması bu qanla əlaqəli narahatçılıqların olması deməkdir. Və eyni zamanda mor rəngin olması və yaxud da bənövşə, tünd bənövşəyi rəngdə olması da yenə də bağırsaqlarda və qanla əlaqəli bir çox sorun, sıxıntının olması deməkdir.